Özbəkistana gəldiyiniz halda bütün gəzməli məkanlar hamısı yaxın-yaxına yerləşir və gəldim Əmir Teymurun məqbərəsinə. Bura 14-cü, 15-ci əsrlərdə tikilib. Bayaqki videodan baxdınız, yəni buranın yaxın və qısa videolarını çəkdim. Az sonra da içəri daxil olacağam. Bilet falan da qiymətlər haqqında məlumat verərəm. Mən ümumiyyətlə məlumatları, turistik məlumatlar verdiyim üçün tarix haqqında məlumat vermək istəmirəm. Yəni yaxın yerləşir, gələ bilərsiniz. 14-cü, 15-ci əsrdə tikilib və Özbəkistan üçün önəmli insandır Əmir Teymur. Yəqin ki, tarix kitablarını oxuyanlar onun adını çox tez-tez eşidib və tanıyır. Və az sonra mən də içəri daxil olub burada çəkişlərimi davam elətdirəcəm. Çox gözəl memarisi var. Yəni özünüz də buradan baxırsınız. Əmir Teymurun məzarı burada yerləşir. Çox gözəl memarisi var. İçəridə daxil olaraq Əmir Teymurun məzarı burada yerləşir. Və az sonra içəridə daxil olaraq Əmir Teymurun məzarında bütün memarilər oxşuyur Özbəkistanda. Amma yəni hərəsinin öz gözəlliyi, hərəsinin öz fərqliliyi var. Və bu qeyd edeyim ki, il ərzində Özbəkistana 7 milyon turist gəlir. Yəni bu Azərbaycanla müqayisədə təxmin olaraq 2 dəfə çox olur. Son illərin müqayisəsidir bu. Və bildirim ki, turist çoxdur. Yəni ən çox Rusiyadandır, Qazaxıstandan da turist çoxdur burada. Və çox gözəl memarisi var. Gəlin, gəzin, fərqli ölkə, fərqli mədəniyyət, fərqli arxitektura görməyiniz məsləhətdir. Az sonra içəridə daxil olaraq Əmir Teymurun məzarında sizə çəkmiş olacağam. Və çox gözəldir. Düzdür, bütün memarilər oxşuyur Özbəkistanda. Amma yəni hərəsinin öz gözəlliyi, hərəsinin öz fərqliliyi var. Və bu qeyd edeyim ki, il ərzində Özbəkistana 7 milyon turist gəlir. Yəni bu Azərbaycanla müqayisədə təxmin olaraq 2 dəfə çox olur. Son illərin müqayisəsidir bu. Və bildirim ki, turist çoxdur. Yəni ən çox Rusiyadandır, Qazaxıstandan da turist çoxdur burada. Gəlin, gəzin, fərqli ölkə, fərqli mədəniyyət, fərqli arxitektura görməyiniz məsləhətdir. Yəni hal-hazırda Əmir Teymurun məzarı olan yerə giririk. Yəni bildirim ki, bu qapılar tikildiyi dövrdən orijinal olduğu kimi qalan qapılardır. Bu sorular. Başlasın. Слушай, а давай мне надо прикинуть вообще, сколько пришло. Və budur içəridəyik və Əmir Teymurun məzarının görüntüsünü götürürük. İçdən də həddən artıq gözəldir. Düzdür, məzar da amma gözəldir. И восхваление Аллаха. Вот. Во-первых, да, они уже оригинально Və son olaraq Əmir Teymurun məqbərəsi haqqında qısa bir məlumat verib və digər turistik məkana keçməyə fikirləşirəm. Deməli, bura 14-15-ci əsrlərdə tikilmişdi və bura Əmir Teymurun dəfn olunub burada və onun üçün tikilməyib. Bura onun oğlu üçün tikilmişdi. Sadəcə müharibə vaxtı qış sərt keçdiyindən burada dəfn olunur. Amma onun arzusu burada dəfn olunmaq olmayıb. O öz doğulduğu şəhərdə dəfn olunmaq istəyib. Ancaq qış sərt keçdiyindən burada dəfn ediblər və sonradan da hakimiyyət dəyişib falan onu digər istədiyi kimi öz doğulduğu şəhərdə dəfn eləməyiblər. Şəhri Şabs olmalıdır, şəhərin adı təxminən mən biləni belə ChatGPT-yə yazıb öyrənə bilərsiniz. Yəni mən konkret ChatGPT-nin reklamını edirəm. Deməli, ondan sonra onun ailə üzvləri, eləcə də Özbəklər üçün böyük alim olan Uluqbek də burada dəfn olunmuşdur. Və ailə üzvlərində bir çoxu, eləcə də oğlanları bu məqbərənin içində dəfn olunub. Belə bir maraqlı fakt və burada çəkişi yekunlaşdırıb gedirik başqa bir məkana. Az əvvəl Əmir Teymur məqbərəsində və çəkdiyim ziyini yaddan çıxartmışdım və çox keçmədən 5 dəqiqə ərzində Səmərqəndin turist polisləri var ki, sırf turistlərlə bağlıdır və bizə yaxınlaşaraq, yəni mənim
olduğumu bilib və mənə yaxınlaşıb zihnimi qaytardı. Spasibo большое. Yəni və ondan əlavə də çox böyük dəstək verdilər, nömrələrini, nə olduğu halda hər bir şey haqqında əlaqələrini verdilər ki, nə problemimiz oldu, bizə yaxınlaşıb biz sizin üçün həll eləyə bilərik bildirdilər. Spasibo большое. Hoş geldiniz, добро пожаловать. Мы турполиция, туристская полиция, всегда ради вам в помощь, всегда готовы. Приезжайте, азербайджанский народ. Мы ждем вас всех. Здесь что-нибудь опасности? Нет, мы работаем. Никаких опасностей, никаких проблем нету. Все спокойно, тихо. Мы работаем. Вот, сотрудником охраны. Мы вместе сейчас обеспечиваем безопасность туристов всегда. Можете обращаться к нам. Teşekkür. Teşekkür ederim. Türkçe, Azerbaycan, Türkçe. Aynen. Özbekçe de oxşur. Okşuyor. Evet. Azerbaycan aklı. Azerbaycan narod. Hoş geldiniz. Sağ olun.